Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil-alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel-murselin. Ebil Qasimi Muhammedin el-Mustafa ve alihi tahirin. İnşallah 5-ci günləri həsr eləmişik. Düzgün əqidə mövzusunda dərsləri, araşdırmaları möminlərin nəzərinə çatdırmaq. Bir neçə həftə ki, arada fasilə oldu. Biz belə proqramlaşdırmışdıq ki, mərhum İmam Xumeyninin təhrir vəsiləsində olan məsələyə aydınlıq gətirək. O fasilə bilinib bu proqramı, necə deyərlər, süslük yaratdı. İbtida olaraq keçmiş gündə və bu gündə müstəqil bir mövzu təqdim edəcək. Biiznillah gələn həftənin 4-cü günündən Allahın həvli qüvvəsi ilə təhrir vəsiləndə olan məsələni oxuyub və ona geniş surətdə həm istidlalın, həm də ki, hər məzhəbdə olan oxşar, bənzər fətvaları çatdıracaq ki, bəziləri cahil danışmasınlar. Olan şeyi inkar eləməsinlər. Varla barışmaq lazımdır. Əgər dəlil varsa, onun səhvliyinə təqdim olunsun. Əgər dəlil yoxdursa, həva-i nəfsə söykənib bir şeyi rədd eləmək olmaz. Və yaxud mənim ağlıma batmır və yaxud mənim xoşuma gəlmir. Bu, elm əhlinə yaraşmır. Bu günləri biiznillah Aleykumussalam. Bəhsə başlamazdan öncə bir qardaş dəng vurdu mənə. Mən keçmiş bəhslərdə ola bilsin ünvanı deməmişdim, ona görə qardaşlar ola bilsin səhv salıblar, mən ola bilsin deyirəm, ünvanı deməmişdim, amma adətən deyirəm ki, İbn Teymiyyənin İmam Həsən və Hüseyn əleyhissalamın nəsəbində şək yaratmaq özü demir ki, İmam Həsənlə Hüseyn əleyhissalamlar Salman Farsıdan dünyaya gəlib, onu demir. Atır şiyələrin boynuna ki, şiyələr deyir ki, İmam Həsənlə Hüseyn Həzrət Əlinin evladı yox, Salman Farsının evladıdır. Biz fəqət İbn Teymiyyəni yox, İbn Teymiyyənin yolu ilə gedər, yüzlərlə, minlərlə, nə qartənə ədəd olursa olsun, bir mənbə tapsınlar, gətirsinlər, göstərsinlər, istər Şiyə kitabında, İstər Əhl-i Sünnə və Cəmaə kitabında bir mənbə zəif də olsa mən qəbul edəcəm. Gətirsinlər ki, orada hər hansı bir tayfa deyib ki, Həsən Hüseyn əleyhissalam Salman Farsıdan dünyaya gəlir. İbn Teymiyədə məzhəblər adından yalan danışmaq adətdir. Dəfələrlə sübut eləmişik. Bu da onun yalanlarından biridir. Keçmiş bəhsdə geniş izah elədik ki, hətta nasibilərin adından belə yalan danışır. Ki, İmam Hüseyn dedi ki, ay cəmaat, görürüz müqəddiməni necə qurur? Kərbəla meydanında ki, siz bilmirmisiniz ki, mən Fatimənin, Əli ibn Əbi Talibin evladıyam? Onlar dedi, yox, sən kimsən ki? Biz heç səni tanımırıq. Amma elə şey olmuyor. Əksin biz sübut elədik ki, meydanda da deyiblər ki, bəli, sən filan kəssən filan, amma bu baş verməlidir. Əmr bu cürünə gəlir. Həm onların adından yalan danışır, həm şiyələrin adından yalan danışır. Fəqət ünvanı deyim ki, bəzi qardaşlar şək-şübhəyə düşməsinlər. Əlimdə olan Minhac-ı Sünnə Nəbəviyyə İbn Teymiyyənin ikinci cild kimin təhqiqi ilə, kimin araşdırması ilə? Abdullah Məhmud Muhammed Ömər Çapxana Darül Kutubul İlmiyyə 4 cilddən ibarətdir, kiçik hərflərlə yazılıb, bütün Minhac-ı Sünnə bu 4 cildin içinə cəm olur. Həmən bu çapla
ikinci cilddə səhifə 284-də. Kəlməni oxuyum, qısa izah verin, qoyağın kənara. Deməli, فَإِنَّ فِيهِمْ Şiyələr arasında bir qisim insanlar vardır. وَمِنَ الْمُنْتَسِب۪ينَ اِلَيْهِمْ Və onlara nisbət verilən bəzi tayfalar. Kən Nuseyriyyə, Nuseyrilər kimi ki, bunların çoxu Türkiyə və Suriyədə yerləşir Nuseyrilər. Və qeyruhum, Nuseyri və qeyri-Nuseyrilər. Qeyruhum da ədəd bəllidir. Yəni Şiyənin bir qismi mən yəqul Əl-Həsən vəl-Hüseyn ma kan əvlad Ali. Həsən və Hüseyn Əlinin evladları deyil. Və kimin evladıdır? Ya filan bəl əvlad Səlman el-Farisi. Onlar Salman Farsıdan dünyaya gəlir. Bu nədir bu? Bunu niyə yazırsan kitabında? Məqsədin nədir? Və mənbə də qeyd eləmir. Və Muhammed Salim Rəşadın təhqiqi ilə ki, qardaşlarda ola bilsin həmən o çap olsun, 4-cü cild səhifə 368-də. Yəni Muhammed Rəşad Salimin təhqiqi ilə 4-cü cild səhifə 368, bu çaplansa Ömərin təhqiqi ilə 2-ci cild səhifə 284-də. Məclisdən sonra baxada bilər qardaşlar. Salavat zikriyle Muhammed var. İnşallah həmişəki kimi dərsə başlamazdan qabaq əhl-i xilafın fətvaların nəzərinizə çatdırarıq həmişə. Bu günləri bir əqidə fətvası, bir əqidəvi rəy, bir də fətva nəzərinizə çatdıracağım ki, onu unutmayın. Xahiş edirəm mənbəni dəqiq götürülsün ki, sonra ikinci dəfə təkrara yol verib vaxt getməsin. Deməli, əlimdə olan kitab Əd-Dinul Xalis. Əd-Dinul Xalis. Sırf din. Heç bir dindən kənar bir şey bu dinin içində ola bilməz. Kitabın adı Əd-Dinul Xalis. Müəllifi də oxuyum adını deyim. Muhammed Sıddiq Həsən Əl-Qənavçi Əl-Buxari. Hicrətin 1253-cü ilində vəfat edir. Birinci cilddə deməli Əd-Dərəcəl Xamisə 5-ci mərtəbə ki, dua nədir? Dua. Duanın anlayışı, çağırmaq nədir? O haqda araşdırma aparır kitabın sahibi. Səhifə 160-da. Görür, kitabın sahibi nədir? Deməli, Əraf surəsi 189 və 190-cı ayələrdə Adəmlə Həvva və yaxud ata ilə ana Allahdan salih zürriyə istəyir. Sağlam, təqvalı, imanlı evlad. Və Allah Teala da onlara evladı nəsib edir, bəxş eləyir. Uşaq dünyaya gələndən sonra ata-ana Allaha şərik qoşur. Uşağın adın, məsələn, Abdullah, Abdülxaliq, Abdülrəhim belə adlar qoymaq əvəzinə adın qoyurlar Abdüllat və yaxud Abdülüzza. Bütün qulu Lat, Uzza, Mənat, Hubəl bunlar bütlərin adlarıdır, məşhur bütlər. Və Ərəb yarımadasında da bütün qulu Abdüllat, Abdülüzza ayəni gətirir və izah edir. Buyurur ki, وَهُنَا يُقَالْ Bu məqamda deyilər ki, اِنَّ الشِّرْكَ وَقَعَ مِنْهُمَا فِي الطَّاعَةِ لَا فِي الْعِبَادَةِ Bölür. Deyir, burada, bu məqamda şirk bu iki nəfərdən ibadət məqamında hasıl olmuyor.
Fəqət bir növ itaət məqamında bunlar şərik qoşublar. Abdullah qoymaq əvəzinə qoyublar nə? Abdullah. Misal olaraq. Buracan işim yoxdur. Bu müqəddiməsidir. Görürüz, əhl-i xilafın əqidəsi hansı həddədir? Və aqul, kitabın sahibi deyir. Həmin bu Qənuçi Əl-Buxari. Bu Səhih Buxarini yazan yox, bu başqa bir Buxaridir. Əs-sahih, düzgünü, ənnə şirkə, şirk, innəmə vəqəə min Həvva fəqat. Şirki fəqət Həvva eləyib. Duna Adəm əleyhissalam. Adəm Allaha şərik qoşmayıb. Ləənnəhu, niyə şərik qoşmayıb Allaha? Ləənnəhu nəbi. Çünki Adəm Peyğəmbərdir və Allahın xəlifəsidir. Ləənnəhu nəbiyyun və xəlifə və nəbi la yətəəttə minhu misli hadə. Peyğəmbərdən bu tərzdə bir iş hasil olmaz. Təzədən oxuyuram. Və aqulu as-sahih ənəş-şirkə innəmə vəqəə min Həvva fəqat duna Adəm əleyhissalam li'ənəhu nəbiyyun və xəlifətun və nəbi la yətəəttə minhu misli hadə. Eşitmişdiniz bugünkü günə qədər ki, Həvva Allaha şərik qoşub. Bu da əhl-i xilafın Həvva xanımın haqqında olan rəyi. Yəni, ilk Allaha şərik qoşan şeytan, iblis və sonra insanlar arasında ilk dəfə Allaha şərik qoşan kim oldu? Bu kitabçanı yazanın rəyinə əsasən Həvva. Salamullahi aleyh. Bizim Şiə əqidəsində nə Həvva, nə də Adəm əleyhissalamlar. Allaha nə ibadətdə, nə də itaətdə şərik qoşmayıblar. Bu da bunların əqidəsi. İndi gəlirik fətva məqamına. Əvvəlcə fətvanı soruşum, sonra mənbəsin, məslərin, yerin və necavarın oxuyalım. Məşədir, siz. Sual. Bir yetim qızdır. Yetim, yəni nə atası var, nə anası. Bir nəfər 2 nəfərə pul verir. Siz gedəcəksiniz mənimlə məhkəməyə, qazının yanına. Yalandan şahid duracaqsınız ki, bu yetim qız mənim arvadımdır. Yalandan şahid duracaqsınız ki, bu yetim qız mənim arvadımdır. Qazının yanında. Qazı da baxacaq, şahid var və şahid dururlar. Ər deyir ki, mən onun əriyəm, arvad deyir, mən bunu heç görməmişim. Belə bir adam tanımıram. Küçədən tutublar, mənə gətiriblər bura. Bu adam bunu arvad kimi saxlaya bilər ya yox, deyir. Ər-arvad arasında olan mövzulardan bu tərzdə, bu kişi ilə, bu yetim qızın arasında ola bilər ya yox. Nə deyərsən Ayşə? Ya Allah, eşidir. Olmaz ki. Səbr eləyim. Niyə olmur ki? Səhih Buxaridə təəccüblənəcəksiniz. Təəccüblənəcəksiniz. Səhih Buxaridə bəyəm fətva var, bəyəm Səhih Buxari hədis toplusu deyilmi? Xeyr. Həm hədis toplusudur, həm də fətva. Həmən bu dediyim buradadır, bax bunun içində. Təkrar eləyirəm. Qeydiyyatı düzgün aparın, ikinci dəfə vaxtı təkrarla almayalım. Sahih Buxari bu Misir çapı ilə 3-cü cild Təhqiq Muhammed Abdülqadir Ata bu şəxsin təhqiqi ilə Kitab-ül Hiyəl Hilələr kitabı səhifə 441 hədisin nömrəsi 6456
11-ci bab. Babun fin nikah. Təzədən təkrar edirəm. Səhih Buxari, hilələr kitabı, 11-ci bab. Babun fin nikah. Hədisin nömrəsi 6456. İndi fətvanı oxuyuram. Buxarinin fətvası deyil ha. Sonra onu çaşdırmaq üçün cəmaatı belə deməsinlər ki, o Buxari deməyib ki. Nə olsun yazıb kitabında? Amma o Buxarinin rəyi deyil ki. Bəli, Buxarinin rəyi deyil. Onun rəyi deyilsə bu burada nə gəzir? Bu bir. İkincisi, əgər bu şey batildirsə, Allahın kitabından sonra ikinci ən səhih olan kitabda nə gəzir? İmam Xümeyni rəhiməhullah deyir, öz arvadı ilə bu işi görə bilər. Amma bunlar deyir, öz arvadı yox. Küçədən tut, 2 nəfərə pul ver, duruzdur üzünə, oldu sənin arvadın. Bax, oxuyuram. 6456-cı hədisin sonunda. Çoxları oxuyur, fikir vermir. Fətvadır, hədisdir. Hədis qutarır, hədisdən sonra fətvanı deyir. Və Azərbaycan da o dilində olan Buxarilərdə yoxdur. Qabaqcadan deyirəm. Kimin şəkki olsa, gəlsin kitabı kserkopiya eləyib aparsın. Verə bilmərəm özüm. Salavat zikr eləyim Muhammed. Allahümme salli ala Muhammed. Ayşədən hədis nəql 6456. Qalə Rasulullah, Peyğəmbərimiz buyurub, salavatullahu salamu aleyh, Əl-bikru tüstə'dən, qultu innəl bikrə təstəhi, qalə iznuha sumadur. Hədis belədir. Bakirə olan bir qız uşağı ərə getmək üçün ondan, o qızdan icazə alınacaq. Ayşə buyurur ki, belə qızlar adətən həyalı olar. Ki, ərə getmək istəyirsən, o deməz ki, hə, istəyirəm, gedim, hə. Belə şey eləməz. Onlar həyalı olar. Onların iznin, icazəsini biz necə bilək? Resulullah buyurur ki, onların icazəsi susmaq. Sustu, deməli nədir? Raz. Buracan hədislə işimiz yox. Qəbul. Qalə ba'dun nas. Buxari deyir. Fətvanı verənin adını qeyd edəm. Qalə ba'dun nas. Ba'd bəzi. Nas yəni cəmaat. Nə deyib həmən bu ba'dun nas? İnhəviyə rəculun cariyətən yetimə. Əgər dünənki bəhsdə cariyə kəlməsini izah eləmişəm. Kim deyər? Kəniz mənasında işləndirsə, əgər kəniz mövzusundadırsa cariyə kəlməsi, orada yaş fərqi yox. 90 yaşındaya da deyəcək cariyə, 10 yaşındaya da deyəcək cariyə. Amma azad insanlara bu kəlmə istifadə olundusa, orada ancaq cavan nəzərdə tutulmalıdır. İndi bu fətvaya diqqət edin. İnhəviyə rəculun cariyətən yetimə. Əgər bir kişi yetim bir qız uşağın sevə, məhəbbət məhv eləyəcək bunu. Əv bikrən və yaxud da bakirə bir qız uşağın. Da bu yetimdir. Fəəbət. Yetim qız da, nə olsun yetimdir. Və o bakirə qız da buna ərə getmək istəmir. Bu deyir, mən səni istəyirəm, qız deyir ki, mən səni istəmirəm. Ki, düşünlə məşğul. Fəhtalə. Həmən bu mömin kişi hilə istifadə edəcək. Fəcəə bi şahidey zur. 2 yalancı şahid gətirəcək. Ələ ənəhu təzəvvəcəha. O şahidlər deyəcək ki, biz vallahi, billahi, təllahi şahidir ki, bu kişi bununla evlənib filan vaxt. Fəədrəkət fəradiyyətil yetimə. Başa düşə bu hiləni o qız uşağı və razı qala. Fəqəbiləl qazi şəhadətə zur və qazi bu yalan şəhadəti qəbul eləyən və zəvcü ya'ləmu bi butlan zəlikə və ər də bilir ki, bu şəhadət batildir,
bunu bilə-bilə həllə ləhul vati. Kişiyə icazə verilir ki, onunla cinsi əlaqədə olsun. Bu bir. İkinci fətva, həmən səhvədə. Qalə ba'dun nas, yenə bəzi fəqihlər buyurub, İn ihtələ insanun bi şahidey zur alə təzvic imrəətin seyyib bi əmrihə fə əsbətəl qadi nikahəha İyyəhu və zəvci ya'ləm ənəhu ləm yətəzəvvəcuhə qat. Kişi bilir ki, bu qadınla heç vaxt evlənməyib, amma hilə işlədərək 2 nəfər yalancını gətirir, qazının yanında yalan danışır, qazı da deyir ki, siz ər-arvadsınız. فَإِنَّهُ يَسَعَهُ هَذَا النِّكَاحِ Bu cürünə evlilik caizdir və la bə'sə bil-muqam ləhu mə'əhə Bu kişiyə də o qadından bir yerdə qalmasının heç bir iradı yoxdur. Allah hifz eləsin. Salavat çekilir Muhammed Allah. İnşallah bugünkü bəhsimiz bir həssas nöqtəyə diqqət eləmək lazımdır. Biz tələbə olaraq da bu mövzuda çox böyük səhvlər eləmişik. Elə bilirik ki, səhabələrin haqqında danışmaq fəqət o səhabənin düzgün və yaxud yalan danışan olması mövzusunu araşdırmaqdır. Məsələn, mən şəxsən özümdən danışıram. Məsələn, Vəlid ibn Uqbə, Əbu Hüreyrə, Muaviyə bin Yezid, filan. Bunların haqqında danışanda mən elə başa düşürdüm ki, mən şəxsiyyət araşdırıram. Ki, bu adam zülmkar, bu adam batıldır, bu adam belə. Fəqət belə düşünürüm. Amma bu həftə ərzində bir mövzu araşdırırdım. Orada bir-iki ayə diqqətimi fərqli şəkildə cəlb edir. Fəqət şəxsiyyət araşdırmaq deyil. Allaha etiqad mövzusu var ortada. Adicə, məsələn, bu günləri biz Əbu Hüreyrənin 3 xislətini araşdıracaq. Fəqət. Bu yüzlərlə xisləti arasında fəqət 3'ünü araşdıracaq. Elə başa düşməyin ki, biz tarixdə olmuş bir şəxsin haqqında məlumat araşdırırıq. Xeyr. Sənin əqidin belə olmalıdır ki, sən Qurana əməl edirsən. Ya Allaha iftira atırsan, ya da ki, Allahın haqqında düzgün fikir söylüyorsun. Biz nə başa düşürdük? Filan kəs belə elədi, filan elədi, hələ bu müstəvidə qaldıq. Xeyr. Elə deyil. Həmən bu mövzu göründüyündən daha böyükdür. Gedir Qurana çıxır. Gedir Rəbbimizə yetişir mövzu. Diqqət edin, 3 ayə oxuyun, sonra mövzuya daxil olun. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bəqərə surəsi 42-ci ayə. Və la təlbisu əl-haqqə bil-batil. Və la təlbisu əl-haqqə bil-batil. Və təktumul haqqə. Və entum tə'ləmun. Ayənin mənası nədir? Haqqa batil donu giyindirmək. Və bunun məfhumul müxalifəsi batilə də haqq donu giyindirmək haramdır. Məsələn, bir fikir səhvdirsə, ona düz donu giyindirmək olmaz. Əgər düzdürsə, düzə səhv donu giyindirmək olmaz. Quran ayəsi icazə vermir. Allah haram buyurur. Bilərəkdən haqqı gizlətmək də nədir? Haramdır. Bu birinci ayə. Ki, heç bir müsəlmana icazə verilmir, haqqa batil donu giyindirsin və həmsinin də əks. İndi gəlir ikinci ayə. Diqqətli olan ayələri mövzuyla calaşdırmaq bizdən tələb olunacaq. Yəni, bu ayələr təbərrükün oxunmağı ilə yanaşı, əqidə təsdiqi içində oxunulur. Ali İmran surəsi 78-ci ayədə görürüz Rəbbimiz nə buyurur? Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Yəqulun ayənin ortasından oxuyuram, mövzumuza aid olmaz.
يَقُولُونَ هُوَ مِنْ عِنْدِ اللّٰهِ Onlar deyir ki, bu Allah yanındandır. Yəni, həmən bu şey Allah tərəfindəndir. Allah Teala buyurur, وَمَا هُوَ مِنْ عِنْدِ اللّٰهِ Həmən bu şey Allah tərəfindən deyil. Ayən nardır. وَيَقُولُونَ عَلَى اللّٰهِ الْكَذِبِ وَهُمْ يَعْلَمُونَ Əgər bir şey Allah tərəfindən deyilsə, əgər bir şey Allah o şeyi istəmirsə, onu Allaha nisbət vermək nə sayılacaq? Açıq-aşkar Allahın adından yalanlar. Məsələn, Allah Teala bütün səhabələrdən razıdır. Fikir. Allah Teala bütün səhabələrdən razıdır. İndi Qur'an-ı Kərimin özündə həm əhl-i sünnənin, həm şiyyənin ittifaqı ilə İn ca'akum fasiqun binəbə'in fətəbəyyənu Fasik bir xəbər gətirsə, onun xəbərini araşdırın. İttifaqdır ki, bu Vəlid ibn Uqbənin haqqında nazil olur. Əhl-i sünnə uləmaları da deyib, şiyyə uləmaları da deyib, keçmiş bəhslərə qayıdıb faydalana bilər. Allah deyir ki, həmən bu səhabi nədir? Fasik. Allah fasikdən də razıdır və qeyri-fasikdən də razıdır. Belə bir fikirdə olsa ki, Allah razıdır, mən neynirəm? Mən neynirəm? Birinci, batilə nədə onu giyindirirəm? Haqqla. İkincisi, o şey ki, Allah demir, o şey ki, Allah istəmir, deyirəm, yox, buna Allahdır, Allah istəyir. İftira. Xülasə, iftira atılır Allah. Üçüncü ayəndə oxuyayım, diqqətli olun. Əl-Ən'am surəsi 144-cü ayə. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Ayə diqqət edin. Demək, فَمَنْ أَظْلَمُ مِنْمَنْ اِفْتَرَى عَلَى اللّٰهِ كَذِبًا لِيُضِلَّ النَّاسَ بِغَيْرِ عِلْمٍ إِنَّ اللّٰهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ Deyir o şəxs ki, Allahın adından yalan danışır. O şey ki, Allah razıdır, deyir Allah razıdır. Və yaxud o şeydən ki, Allah narazıdır, deyir yox, Allah razıdır. Həmən bu şəxs, Allah Teala buyurur ki, azləm. Bir zalim var ərəb dilində. Bir də azləm, kəbir, əkbər. Kəbir böyük. Əkbər olur daha böyük. Sağir kiçik. Asğar daha kiçik. Zalim zülümkar. Amma azləm olur nə? Daha zülümkar. Yəni zülmünün həddi bəlli deyil. O şəxs ki, Allahın bu mövzuda buyurduğu kəlam o tərzdə deyir, onu Allahın adına çıxır ki, Allah da razıdır, o şəxsdən ki, Allah narazıdır və yaxud Allah razı qaldığı şəxsə deyir ki, Allah narazıdır, həmən bu şəxs daha zülümkar sayılır və Allah Teala da buyurur ki, həmən bu şəxs bilərəkdən istəyir cəmaatı neynəsin, zəlalətə aparsın və Allah Teala da zülümkarı hidayət eləməz. Bəziləri bilmir. Bilməyə də neynir? Allahın adından yalanlaşır. Məsələn, Quran-ı Kərimdə açıq-aşkar ayədir. Ağacın altında beyyət eləyən şəxslərdən Allah nədir? Razı. Allah Teala orada iştirak edən şəxslərin hamısından nədir? Razı. Birincisi, orada hamısı kəlməsi yoxdur. İkincisi, orada mümin kəlməsi var. Üçüncüsü, orada münafiqlər vardır. Ən böyüyü də Abdullah ibn Əbi Sarah. Allah Teala münafiqdən də razıdır. O da ağacın altındaydı. Beyyət deyildi. Yox, Allah Teala hamısından razıdır, bir də ondan narazıdır. Bunu hardan çıxartdın, o da ağacın altındaydı da yetir. Aynen. Bilmir. Bilməməzlik yüzündən Allahın adından yalan danışır. Bir də diqqət edin. Həmən bu fikri bu günləri geniş surətdə izah eləyəcək. 3 xisləti zikr eləməklə bəlli olacaq ki,
Allah Taala bütün səhabələrdən razıdır ya yox? Hökmdə dinləyicinin öhdəsinə buraxacaq. Mən dəlili zikr eləyim, tərəf müqabil qəbul eləyir, eləsin, eləmirsə yenə də özü bilər. Əbu Hüreyrə kim? Uzun uzadı danışmaq mümkündür, haqqında çoxlu kitablar yazılıb. Biz fəqət onun 3 xislətini qeyd eləyək və münaqişə eləyək. Əvvəlcə, Əbu Hüreyrə neçə il Peyğəmbərin yanında səhabəli gedir? Sual. Biz çoxun götürək. Səhih Buxari, deməli, 2-ci cild bu çapla səhifə 239-da hədisin nömrəsi 3324. Hədisdə nə gəlir? Qalə, deməli, Qeys buyurur ki, Əteyna Əbu Hüreyrə, Əbu Hüreyrənin yanına gəldik. Qalə, Əbu Hüreyrə buyurdu, Sahibtu Rasulallah səlas sinin. Peyğəmbərin yanında neçə il səhabə olmuşam? 3. Deməli, bu şəxs 23 ilin, neçə ilin səhabəli eləyib? 3 il ərzində o adamın müəyyən işləri olur. Həmən o işləri fəqət Əhl-i Xilafın, Əhl-i Ammənin kitabından qeyd eləyək və dinləyici oturub özü insafla Qurana əməl eləsin, başqa şeyə yox. Çünki əgər sübut eləyə bilsək mötəbər mənbələrdən bu adam məsələm yalancıdır. Məsələn, misal, əgər sübut eləyə bilsək ki, bu adam yalancıdır, ayəni oxuduq, Allah Taala yalancıdan razıdır ya narazıdır? Narazıdır. Əgər Allah bu yalancıdan narazıdırsa, ona Allah razı qalsın demək nədir? Haqqa, batıl onu giyindirmək və Allah ondan həqiqətən də razıdır. Bu fikirdə olsun, Allaha neynəmsən? Deməli, şəxs araşdırmaq, fəqət şəxs araşdırmaq deyil, sənin əqidin deməkdir. Sən öz əqidini düzəldirsə, bizim Əbu Hüreyrə ilə işimiz yoxdur. Bizim özümüzlə işimiz var. Ki, görün mənəm Allaha etiqadım düzdür ya naqisdir. Mən alıram boynuma. İllər boyu bu səhvə eləmişəm. Deyirəm, mən fikrimi bilmirəm, təhvil verə bilərəm ya yox. Mən elə bilirdim ki, Əbu Hüreyrə araşdırdım. Amma sonradan mənə bəlli oldu, xeyr, mən özümü xilas edirəm. Ki, mən Allaha etiqadım düzdür ya səhvdir. Çünki əgər mən desəm ki, bu adam düzdür, düz olmaya, haqqa batıl da onu giyindirdim. Əgər desəm ki, Allah həqiqətən də bu şəxsdən razıdır, Allaha neynirəm? İftira atır. Mənim tövhidim düzgün olmur. Görürüz, hardan hara gedir məsələ. Diqqət edin. Biiznillah bu günləri bu şəxsin 3 xislətini araşdırır. Birinci xisləti 3 il səhabəlik eləyəsən, ağla sığmaz həddə hədis Peyğəmbərdən nəql eləyəsən. 4 xəlifənin 4-ündə hədislərin bir yerə yığ, bu şəxsin hədisinin həddinə gəlib çatır. Diqqət edin, hamısı bir-bir dəlillə sübut. Əvvəlcə Səhih Müslümdə mən təəccüblənirəm, bu necə fəzilət olur? Rəzilət hədisin götürüblər, fəzilət adı ilə yapışdırıblar Müslümdə. Bilmirəm, bunu necə tərif qəbul ediblər bunlar. Diqqət. Səhih Müslümdə Kitab Fədail-i Sahabə, sahabələrin fəzilət bölməsi, Əbu Hüreyrənin tərcüme halında 35-ci bab sayılır burada. Hədisin nömrəsi 2493-cü hədis. Filan kəsdən Ayşə hədisi nəql edir. Əbu Bəkir qızı Ayşə buyurur. Ələ yu'cibuka Əbu Hüreyrə cəə fəcələsə ilə cəm hücrə. Deməli, Urvə İbn-i Zübeyrə Ayşə olan hadisəni nəql edir. Fikir. Deyir, Əbu Hüreyrə gəldi, oturdu mənim hücrə, yəni otağımın yanında. Cəm hücrə.
Və yuhaddis anin-nəbi sallallahu aleyhi və aleyhi və səlləm. Və başladı Peyğəmbərdən neynəməyə? Hədislər söyləməyə. Qalə Rasulullah, qalə Rasulullah. Səmi'tu Rasulallah, səmi'tu Rasulallah. Peyğəmbərdən belə eşitmişəm, Peyğəmbər belə dedi, başlayır hədis söyləməyə. İşimiz yox. Yusmi'uni zalik. Deyir, onun mənim hücrəmin yanında oturmaqda məqsədi mənə eşitdirmək idi. Bu anlaşılmaz məqamı mən başa düşmürəm. Yəni Əbu Hüreyrə qərəzli şəkildə gəlir, oturur Ayşənin otağının düz yanında, Ayşəyə eşitdirir, məsələn, qalə Rasulullah, eşitdirir bilərəkdən, Ayşənin şəhadətinə əsasın. Peyğəmbər belə dedi, Peyğəmbər belə dedi, Peyğəmbər deyil yox. İndi neynirlər öz aralarında? Bu hadisəni mən bilmirəm, niyə Əbu Hüreyrə belə edir. Və kuntu usabbih. Ərəb dilində səbbəhə yusabbihu məşhur iki mənada gələr. Allahı kəmal sifətləri ilə zikr eləmək. Məsələn, Subhanallah, Subhanallah, Allahu Ekber, Allahu Ekber. Allahın kəmal sifətlərini qeyd eləyə Allahı zikr eləsin, deyərlər filan təsbih edir. Və digər mənada gəlir təsbih, yəni namaz. Usabbih, yəni usalli, namaz qılır. Hər iki mənanı götürür. Zikr eləmək üçün ən uzun uzadı zikr, Xanım Fatimə Zəhra salamullah aleyhanın təsbih-i Zəhra ki biz deyirik, odur. Və yaxud da ən uzun uzadı qılacağın namaz nədir? 4 rükətli namazdır. Eyb yox. Bunu deməkdən məqsədim var, diqqətli olun. Yəni bunu unutmayın. Kuntu usabbih fəqamə qablə ən aqdi subhəti. Deyir, mən bu namazımı və yaxud zikrimi qurtarmazdan öncə Əbu Hüreyrə neynədi? Getdi. Eşitdirirdi mənə və mən bu namazımı və yaxud duamı qurtarmazdan öncə Əbu Hüreyrə neynir? Gedir. Tərk edir. وَلَوْ أَدْرَكْتُ Ayşə buyurur, əgər mən Əbu Hüreyrəyə çatdırsaydım özümü, yəni mən namazımı və yaxud duamı qurtarmazdan qabağı getməsəydim, لَرَدَتْتُ əmək. Onun cavabını verərdim. Onun cavabını verərdim. İnnə Rasulallah sallallahu aleyhi və aleyhi və səlləm həqiqətən də Allahın Rəsulü salavatullah selamu aleyh diqqət edin. Ləm yəkun yəsrudul hədisə kəsərdikum. Ayşə Əbu Hüreyrəyə nə cavab verəcəkdi? Yetişsəydi, çatsaydı ona. Bu sözü deyəcəkdi. Peyğəmbər sizin kimi hədis sərd eləmir. Sərd nə deməkdir ərəb dilində? Sərədə yəsridu və yaxud sərədə yəsrudu. Fəthə ilə də, kəsrə ilə də gəlir. Sərədə yəsridu məsələn el-kəlamə və el-qiraətə mənası belədir ki, bir nəfər əcadə fi siyaqiha kəlmələri ardıcıl, bir-birinin ardıca, gözəl şəkildə, nizamla, intizamla deməyə deyərlər nə? Sərədə. Bu bir məna. Digər mənada gəlir sərədəl kitabə mənası olacaq sürətlə kitabı oxudu. Və digər mənaları var. İndi burada hansı olacaq? Deməli, ləm yəkun yəsrudul hədisə kəsərdikum. Ayşə çıxıb Əbu Hüreyrəni tərifləməyə ya onu tənqid eləməyə. Sual. Deyir, əgər çatsaydım, lərədəttu aleyhi. Onun cavabını verər. Sərədəni burada bəziləri götürə bilər mənasını nə? Gözəl şəkildə kəlmələri birinin digərin ardıca neynəmək? Qoşmaq. Və digər mənası da var, tez-tez nəysə demək və yaxud oxumaq. Mən desəm ki, Əbu Hüreyrə oturub Ayşənin hücrəsinin yanında tez-tez, qalə Rasulullah, qalə Rasulullah, qalə Rasulullah. Siz cəmaat başa düşməli ki, bu nə danışır? Ayşə namazın qutarında bir 100 hədis. O qursu deyə bilər ki, yox, sən kim dedi ki, bu mənadadır? Gözəl şəkildə kəlmələri bir-birinin ardıcan Əbu Hüreyrə neyinilmiş?
Düzürmüş. Çünki sərədənin bu mənası da var. Niyə bunu qoyub oğursun götürsün? Cavab. İndi sərədənin mənası bu hədisdə nədir? Əhl-i sünnənin ən böyük alimi olan İbn Kəsir Diməşqi onun rəyin qeyd eləməzdən qabaq Əbu Hureyrənin ümumiyyətlə hədisinin sayı və ələl xüsusda Buxaridə hədisinin sayı ilə tanış olan, sonra görə hədisdə sənədənin mənası İbn Kəsirin izahında nədir? Diqqət edin. Deməli, Təlqih Əfham adında kitab. İbn Cəvzinin. Bir növ burada rivayət, ravilər, ümumən bu mövzuda bəhslər aparır kitabın sahibi. Deməli, Təlqih Fuhum Əhlil Əsər fi Uyun-i Tarixi və Siyər. Təlqih Fuhum adında Hafiz Cəmaləddin Əbülfərəc Əbdülrahman İbn-i Cəvzi İbn Cəvzinin Təlqih Fuhum kitabı 597-ci ildə vəfat edir. Diqqət edin. Həmən o kitabda deməli bir cilddən ibarətdir. 263-cü səhifədə buyurur. Əbu Hureyrə ləhu 5000 hədis və 340 və 74 hədisə. Ümumən 5500 374 374 yəni 5374 bu adamın 3 il ərzində məhsul oldu. 4 xəlifənin 4-ünü cəm elə verə bunun heç yarısına çatmır. 23 il bunlar onun yanında olub, 3 ilsə 5374 hədisi var. Ümumən cəm eləsin. İbn Cəvzinin şəhadətinə əsas. İndi gəlir Buxaridə. Buxaridə Əbu Hureyrənin neçə hədisi var? Deməli, Fəthil Bari, Şərh Sahihil Buxari. İbn Həcər Əsqəlaninin Fəthil Barisində məşhur kitabdır. Birinci cilddə, səhifə 51-də. Ağa buyurur. Məcmu' ma əxrəcə ləhul Buxari minəl mutunil müstəqillə 400 hədis və 46 hədisə. 446 hədis. Yəni Buxari Əbu Hureyrədən nə qədər hədis nəql edib? 446. Deməli, yadınızda qalacaq inşallah. Yəni, mühüm də olmasa yadınızda saxlayın. İndi gəlirik Səhih Müslümdə və qeyri yerlərdə ki, bu hədis tərk olunub ki, zikr olunub ki, Ayşə deyir, mən ona yetişsəydim, cavabım verərdim ki, Peyğəmbər sizin kimi hədisi sərd eləmir. Sərdin mənası nədir? Əl-Bidayə və Nihayədə tapdım. İbn Kəsir Diməşqinin kitablarından biridir. Həmən o kitabda cüz Hadi Əşər 11-ci cüzdə səhifə 383-də Əbu Hureyrənin tərcümə halı. Orada nömrəsi 362-dir. Tərcümənin nömrəsi. Diqqət edin. وقد روي أن عائشة تأولت أحاديث كثيرة من أبي هريرة ووهمته في بعضها وفي الصحيح أنها عابت عليه سرد الحديث. Bir səhih, ya səhih Müslümdə, ya səhih hədisdə, burada qeyd olunur. Səhihdə gəlib ki, Ayşə Əbu Hureyrənin sərdil hədisində eyb görür. Abət aleyhi. Deməli, tərifləmək üçün çıxmayıb. İbn Kəsir Diməşqi deyir ki, Ayşə bint Əbi Bəkr çıxır ki, özümü çatdırsaydım ona cavabım verərdim, tərifləmək üçün çıxmır. Ondan nöqsan, qüsur, eyb tutmaq üçün çıxır. O necə fəzilət hədisi olub orada qeyd olunur? Biri belədir, biri belədir. Biz neyindir?
Abət aleyhi sərdəl hədis. İndi sərdin mənası nədir? Biz bir neçəsini qeyd elədik. İndi görə İbn Kəsir bu hədisdə sərdin mənası nədir? Ey əl-iksar minhu fis-sa'atil vahid. İksar, yəni həddən artıq çox söyləmək. Deməli, oturub orada, evin kənarında, o qədər hədis deyib ki, tez-tez. İksar, çox. Əbu Hüreyrə az müddət ərzində çoxlu hədis deməsini Ayşə onda nə görüb? Eyb görüb. Eyb hədisi də olub nə? Fəzilət. Diqqət edin. Deməli, bizə bəlli oldu ki, bu adam 3 il səhabəlik eləyib. Birinci, bu şəxsin xisləti odur ki, həddən artıq çox hədis neynəyərmiş? Söyləyərmiş. Sonra kimsələr başqa cür mövzunu fırlatmasınlar. Ki, yox, filan kəs belə dedi Şeyx Cabir. Şeyx Cabir heç nə demir. Öz kitablarından, öz alimlərinin şəhadətini. Desin ki, o alim səhv eləyir. Bəli. Bizə o da sərf eləyir, bu da sərf eləyir. Fərq eləmir. Diqqət edin. İndi gəlirik ikinci xislətə. Əbu Hüreyrə birinci xisləti bəlli oldu ki, bu insan kimi hədis söyləyən tez-tez çox, hətta buna eyb də tutanlar olub, bu işinə görə belə bir insan yoxdur. İndi gəlirik ikinci xislətə. İkinci xislət elə bir yüngüldən ağıra gedir. İkinci xislət ərəb dilində adı qoyuruq biz bunun belə. Kânə uməviyyül həva. Osmaniyyün nəzəh. Xülasə mənası belədir ki, səhabələr arasında Muaviyə pərəst şəxs. Yəni Muaviyəyə qarşı bu şəxsin xüsusi simpatiyası var. Allaha xatir olmayıb, indi bəlli olacaq. Amma seçim zamanı Əli ibn Əbi Talib bir kənara, Muaviyə isə bir kənara yox, yuxarı məqamı. Dəlillərə diqqət edin. Birincisi, bizim dəlilimiz hardandır ki, bu adam Muaviyə pərəst bir insan olur. Öz kitablarından İbn Kəsir Diməşqinin Əl-Bidayə və Nihayə kitabı 11-ci cüz deməli, Əbu Hüreyrənin tərcüme halı səhifə 390. Görürüz orada nə yazır? Əbu Hüreyrə dünyasını dəyişir. Qalu İbn Kəsir deyir, belə bizə yetişib ki, Salla aleyhi Valid ibn Uqbə İbn Əbi Sufyan. Əbu Sufyan oğlu, Ütbənin oğlu Vəlid ibn Uqbə. Uqbənin oğlu Vəlid. Həmən o Küfədə ibadət halında olan şəxs. Namazın, Əbu Hüreyrənin namazın gör kimdir? Bu bir. Bundan işim yoxdur. İndi gəlir mövzumuza. Əbu Hüreyrə dünyasını dəyişir, namazını da bir mömin təqvalı insan qılır. Sonra Vəlid ibn Uqbə Muaviyə məktub yazır. Kətəbəl Vəlid ibn Uqbə ilə Muaviyə bi vəfat Əbi Hüreyrə. Məktub yazır ki, ey Muaviyə, artıq Əbu Hüreyrə dünyasını neyini dəyişir. Fəkətəbə iləyhi Muaviyə. Diqqət edin bu sənədə, bu məktuba. Muaviyə məktub yazır təzədən kimə? Vəlid ibn Uqbəyə. Buyurun. Ənundur vərəsətəhu fəhsin eləyhim. Əbu Hüreyrənin vərəsələrinə xüsusi diqqət yetir və onlara yaxşılıq edir. Vasrif iləyhim 10,000 dirhəm. 10,000. Ədəd kim tərcümə eləyər? 10.000. 10.000 dirhəm onun vərəsəsinə öz cibün malından bəxşiş edir. Öz cibün malından Beytül maldan, nə öz cibün malı?
10.000. Və əhsin civarəhum. Və onlarla qonşuluğu yaxşı elə. O düzət onlarla. Və əməl iləyhim mə'rufa. Onlara yaxşılıq elə. Fəinnəhu kənə mimmən nəsara Osman. Deyir Əbu Hüreyrə Osmanın yardımcılarından olub. Osmana kömək göstərənlərdən olub. Və kənə mə'ahu fiddar. Əbu Hüreyrə Osmanla bir otaqda olub. Allah ona filan eləsin. Burada yazılır. Deməli, Əli ibn Əbi Talib aleyhisselam dünyasını dəyişəndən sonra Həzrət Əli aleyhisselamın şiyyələrinə od tutdular. Beytülmaldan olan maaşlar kəsildi, filan oldu, filan. Niyə? Çünki bu Əli ibn Əbi Talib tərəfdarı. Heç dərin, qəliz misal lazımdır. Hicr ibn Adi. Həmən bu şəxs niyə öldürüldü? Bir də günahı vardı. Tələb olundu ki, Əli ibn Əbi Talib'lə üzdündə o və onun evlatlarının da nə oldu? Öldürdülər. Amma Muaviyə tərəfdarı olsun, dünyovu dəyişsin, vərəsələrin 10.000 dirhəm gözləyir. Və Vəlid kimilər tərəfindən xüsusi qayır. Deməli, Əbu Hüreyrə bu sənədə əsasən, böyük alimin təsdiqinə əsasən Muaviyə pərəst bir insan olub. Əgər Muaviyə pərəst olmasaydı, onun haqqında xüsusi belə bir nəvaziş və yaxud qayğı olmazdı. Ardına qulaq asın. Ardına qulaq asın. Deməli, Siyər Ə'lam-ın Nübəla, Siyər Ə'lam-ın Nübəla kitabı, o deyir, bəyət qeyd elədim ha, ki Allaha xatir olmuyor bu məhəbbət bu iki nəfərin arasında. Siyər Ə'lam-ın Nübəla kitabı İmam Zəhəbinin 2-ci cüz, Əl-Cüz-ü Sani, səhifə 615-də. Diqqət edin bu kəlama. Yahya ibn Sa'id an ibn al-Musayyib. Yahya ibn Sa'id, Sa'id ibn al-Musayyib'dən nəql edir. Qal, kana Əbu Hüreyrə idə a'tahu Muaviyə səkət. Fəidə əmsəkə anhu təkəlləm. Mənası belədir ki, Muaviyə Əbu Hüreyrəyə pul verəndə susurdu, pulu kəsəndə danışırdı onun dalıyla. Yəni pul verəcəklər, bu adam susacaq, pul yoxdur, başlayacaq danışmaq. Gəl indi etiqad elə ki, Allah razıdır belə adamlar. Allah razıdır, həmən o ayələri unutma. Pul verirsən, susacaq, pul vermədin, digəri çıxardacaq. Bir nəfər ola bilsin, desin, Ləallə li qailənən yəqul. Bəlkə bu kəlam səhvdir. O qədər zəif hədislər var ki, bu da zəifin bir qismi. Deyirəm, eybi yoxdur. Gəl bir başqa kitaba nəzər salaq, görək orada düzgünü var ya. Qoymayaq da qardaş özünü çaşdırmasın. Əl-Bidayə və Nihayə, İbn Kəthir Diməşqinin Əl-Bidayə və Nihayə kitabı, Əl-Cüz-ül Hadi Əşər, 11-ci cüz, səhifə 388-də. Diqqət edin. Bu dəhşətdir. Qalə İmam Əhməd. İmam Əhməd kimdir? Əhməd ibn Əhməd. Həddəsənə Əla ibn Abdülcəbbar. Əla ibn Abdülcəbbar deyib, Əhməd ibn Həmbəl deyir, mənə hədisi kim nəql edib? Əla ibn Abdülcəbbar. Əla ibn Abdülcəbbar. Sənə Həmmad ibn Sələmə. Ona da hədisi kim nəql edib? Həmmad ibn Sələmə. Ona hədisi kim nəql edib? Yahya ibn Sa'id. Bəs ona hədisi kim nəql edib? Sa'id ibn Musayyib. Ona da hədisi nəql edib Sa'id ibn Musayyib. Sa'id ibn Musayyib də Əbu Hüreyrəni də görüb, Muaviyəni də görüb. Bu ravilər düz danışandır ya yalan danışan. Çox təəssüflər olsun ki, bəxtimiz gətirmədi. Hamısı Buxarinin ravilərindən. Bu ravilərin hamısı
Əhməd ibn Həmbəli çıxmaq şərti ilə hamısı Buxaridə hədis raviləridir. Yəni səhih deyil ha. Ən ali sənədə malik olan bir hədisdir. Başqa hədislərdə ola bilsin səhih hədis gəlsin. O hədisin səhihliyi Buxaridə olan səhihliyə çatmaz. Çox təəssüflər olsun ki, burada hədisin rəviləri hamısı Əhməd ibn Həmbəl ki, mərufdur, onun da təzkiyə ehtiyacı yoxdur. Buxarinin raviləridir. Görək nə nəql edirlər bunlar. Qalə kânə Muaviyyətu İzə ə'ta Əbə Hureyrətə səkətə və izə əmsəkə ənhu təkəlləmə. Əgər Əbu Hureyriyə pıl verərdisə, susardı, o bəxşiş kəsirdisə, Əbu Hureyrə neynərdi? Danışardı. Sənət də Buxarinin təsdiqi ilə 100%'dir. Deməli, ikinci xisləti bu şəxsin o oldu ki, pul verdin, səninlədir, pul vermədin nədir? Sənin əleyhvədir, yəni səni tərk eləməz. Səni tərk eləməz. Birinci xisləti, həddən artıq çox hədis nəql edib, ağla sığmaz həddə və eyib də tutublar onda. İkinci xisləti isə Allaha xatir pul verdin səninlənəm, vermədinsə əleyhvə. İndi gəlir üçüncü xislətə və sonuncuya. Diqqət. Bədir müharibəsi ilə Xeybərin fəthi. Mənə kömək eləsin tələbələr. Bədir müharibəsi neçənci ilə təsadüf edir? Bu bir rəy, başqa bir rəy. Eşidirəm. Xeybər müharibəsi haçağa təsadüf edir. Bəli, Bədirdən sonra olur, bu yəqin. Təqribən bəzi ulamaların nəzərində 6-cı ilə təsadüf edir Xeybər, bəzilərinin nəzərində isə 7. 7-ni əksəriyyətdir. 7-ci hicrətin 7-ci ilində Xeybər qalası nə olur? Fəth. Amma Bədirsə hicrətin 2-ci ilində. Bədir-i Kübra, Sübra filan olan işim yox. İndi diqqət edin. Peyğəmbərin qızıdır və yaxud saxladığı qızdır Rəbibə. O mövzuya inşallah vaxtında qaydacaq. Ki, Peyğəmbərin Zeynəb, Ümmü Külsüm, Rüqəyyə, bunlar Peyğəmbərin qızı olub, ya Xədicə xanımın, salamullah aleyhanın bacısı Halənin qızlarıdır. Halə dünyasını dəyişib, öz bacısı qızların götürüb, saxlayıb. Peyğəmbər salavatullah salamu aleyhinə də həyat qurandan sonra bu qızları neyniyib gətirir Peyğəmbərin evinə. Belədir, belə deyil, bunun dəlili nədir, sübutu nədir, onu vaxtında inşallah geniş surətdə izah eləyəcək. Hələli işimiz yoxdur. Peyğəmbər qızı Rüqəyyə. Tarix nəqlinə əsasən bu qız ərə verilib kimə? Osman'a. Bu qız ərə verilib Osman'a. İndi bu xanımın da vəfatı ulamalar ittifaq edirlər ki, hicrətin neçənci ilindədir? 3-cü ilində. Bəziləri deyir Bədirdən sonra, bəziləri deyir hicrətin 3-cü ilində. Eyb yoxdur, biz ən uzağı götürək, 3-cü ilində. İndi diqqət edin hədisə. Qoy tarixlə biraz qədimdən başlayaq və təzədə, yəni ki, tarixi az olanda deyəmək. Deməli, Əl-Mu'cəmil Kəbir. Əl-Mu'cəmil Kəbir Əhl-i Sünnə və Cəmaənin hədis kitablarından biridir. Tabaraninin Mu'cəmil Kəbiri var,
Mu'camul Awsat var və Mu'camus Sagir. Hədisə diqqət edin, görün fikriniz mövzudadır ya. Birinci cüzdə səhifə 76-da hədisin nömrəsi 99. Diqqət edin hədis. Filan kəsdən ən Əbi Hüreyrə. Əbu Hüreyrə buyurur. Qalə Əbu Hüreyrə dedi. Dəxəltu alə Rüqayyə bint Rəsulillah. Resulullah'ın kızı Rüqəyyənin yanına neylədim? Daxil oldum. İmraat Osman'ın arvadı olan Rüqəyyə. Və fi yədihə muştun. Və Rüqəyyənin əlində nə vardı? Daraq. Muştun, ərəb dilində darağa deyəndir. Ardı ilə işim yoxdur. İndi bu nə başa düşdünüz buradan? Kim köməklər mənə? Buyurun. Naməhrəmin yanındasınız. Yox, öz saçın daramırdı. Yox, o deyil. Buyurun. Əhsən. Əbu Hüreyrənin İslam qəbul eləməsi ilə bu xanımın vəfatı arasında neçə il fasilə var? 20 il yox. Hicrətin 3-cü ilində ölübsə. Və ittifaqdır ki, Əbu Hüreyrə Xeybərdən sonra və yaxud Xeybərdə özün çatdırır. Orada neynir? İslamı qəbul edir. 3-də o ölübsə, 7-də bu vəfat edirsə, onun əlində darağı necə gördün? Kafir vaxt Kafir gəlib girəcək Peyğəmbərin evinə. Yox, Osmanlı ilə girdi. Gəlib baş çəkib gedib İslamı qəbul eləməyib 4 ildən sonra gələcəm Allah xüsusi göz inşallah. O tarağı necə gördün onun əlində? Bir nəfər desin ki bu hədis nədir? Zəifdir. O qədər hədis yalan danışıblar ki bizi əziyyətə verirlər də bunlar. Deməli, başqa bir kitaba eyni mövzu üçün diqqət edin. El-Cami'ül Bəyan İbn Əbdülbir Əhl-i Sünnənin ən böyük uləmalarındandır. O ağa da bu hadisiyə bir növ rəy. Diqqət. Bunu saxlayayım axıra. Əvvəl bunu, çünki bunun dərdi birəsi var. Mustədrək alə Sahiheyn, Hakim Neşaburi'nin Mustədrək alə Sahiheyn kitabı 4-cü cüz, deməli Hakim Neşaburi vəfat edir 405-ci ildə. Amma Mu'camul Kəbir kitabın yazan Təbarani Hicrətin 360-cı ilində vəfat edir. Yəni, demək olar ki, ilk dəfə bu hədisi kitab halında yazan kim olub? Təbarani. Hicrətin 405-ci ilində vəfat edən Hakim Neşaburi'dən inir, bu hədisi qeyd edir. 4-cü cüzdə səhifə 52-də bu çapla hədisin nömrəsi 6854-6855. 2 hədis. Eyni hədis. Əbu Hüreyrədir, daxil oldum Rüqəyyənin yanına, gördüm ki, əlində dara. İndi bu hədis səhihdir yani. Hakim Neşaburi nə buyurur? Buyurur, hadə hədisun sahihdir isnad. Bu hədisin sənədi nədir? Səhihdir. Amma mətni isə ağlabatan deyil. Niyə ağlabatan deyil? Çünki ay Əbu Hüreyrə, sən hara, Rüqəyyə hara, hədis deyəndə heç olmasa biraz düşün günə nə deyirsən. İndi ola bilsin bir nəfər desin ki, Əbu Hüreyrənin adından yalan danışırlar. Yox, elə deyir. Çünki ravilərin hamısı Əbu Hüreyrəyə qədər düz danışanlar. Ortada bir yalancı varsa o da Əbu Hüreyrənin özüdür. Ondan qabaqçılar deyil. Yaxşı, Hakim Neşaburi Şiyə meyillidir. Qabul eləmərik. Yaxşı, Hakim Neşabını qabul eləmər. Zəhəbini qabul eləyirsə, eləmirsin. İmam Zəhəbi Mizan-ül-İ'tidal kitabının sahibi, Siyer-i Nübəlanın sahibi orada yox demək olmur. İmam Zəhəbi nə deyir? Ağa buyurur ki, Qalifit Talxiz
Həmən bu Müstədrəkə İmam Zəhəbinin təlxisi var. Təlxisdə buyurur, sahih. Həmən bu hədis nədir? Sahih. İndi təəccüblüdür ki, Əbu Hüreyrə Rüqəyyənin əlində darağı necə görür? Bu bir hədis, Əbu Hüreyrə özü yalan danışır. Digər hədisdə Əbu Hüreyrə yalan danışmır. Ona deyirlər ki, Əbu Hüreyrə yalancı. Əbu Hüreyrə nədir? Yalancı. Bunu kim desə yaxşıdır? Yox. Yox. Ömərin oğlu Abdullah. Özü də sahabədə Abdullah ibn Ömər deyir ki, Əbu Hüreyrə kəzzab. Hardadır bu məlumat? Diqqət edin. Və ya qeyd elədim. Cami'ül Bəyan İbn Əbdülbirin Cami'ül Bəyan kitabı həmən o kitabda birinci cüzdə deməli İbn Əbdülbir vəfat edir hicrətin 463-cü ilində. Diqqət edin. Hədisin nömrəsi 2148 və kitabı təhqiq eləyən insan da buyurur ki 2148-ci hədis isnaduhu sahih. Bu oxuyacağım hədisin sənədi nədir? Sahihdir, zəif deyil. Hədisinin mətni ilə diqqət edin. Tanışın. Tavus buyurur. Kuntu calisən ində İbn Ömər. Ömərin oğlu Abdullah İbn Ömərin yanında oturmuşdum. Ətahu rəculun aleykumussalam. Bir kişi gəlir Abdullah ibn Ömərin yanına və buyurur ki, Əbu Hüreyrə buyurdu ki, vitr namazı leysə bihətm. Lüzum, gərək, vacib olan namazlardan deyil. Qalə İbn Ömər. Abdullah ibn Ömər buyurdu. Kəzibə Əbu Hüreyrə. Əbu Hüreyrə neynir? Yalandır. Deməli, özü də yalan danışır, digər səhabə də şahid durur ki, bu şəxs nədir? Yalancıdır. Hədisin nömrəsi 2148-ci hədis və səhih-ül sənəddir. İndi diqqət edin. Birinci xislət, həddən artıq hədis, tez-tez, çox saylı hədis söyləmək. İkinci xislət, nə idi ikinci xislət? Maviyə pərəst olmaq, bərabərdir də pulun o izi bu izi. O pərəst oldu, bu pərəst oldu, fərq eləməz. Üçüncü xislətsə nə oldu? Yalancılıq. Özü də yalan danışır, başqası da şahid durur ki, bu adam nədir? Yalancıdır. İndi gəlirik sonuncu məqam. Diqqət edin. Ən mühümü budur. Çünki elə seçim arasında qalacaq ki, bir mövqey seçmək tələb olunacaq bizdən. İmam Zəhəbinin Siyər Ə'lam-ı Nübəla kitabı. Buna diqqətli olun. Yavaş-yavaş tələsməyəcək üçün son məqamdır. Seçim eləməlisən. Qeyd elədim bəyaqlarını. Biz şəxsiyyət araşdırmırıq. Biz əqidəmizi axtarırıq. Mənimsə Əbu Hüreyrə maraqlıdır. Kimdir, nəsidir, neynir, özü bilər. Amma mənim onun haqqında fikrim mənim özümə aid. Əgər mən desəm ki, Allah razı qalsın ondan və qiyamət günü Peyğəmbərlə bir yerdə cənnətə daxil olacaq, mənim əqidəm düzgün deyil. Bu keçmiş izaha əsasdır. İndi gəlirik əsas məqama. Siyər Ə'lam-ı Nübəla kitabı Əl-İmam Şəmsüddin Muhammed ibn Əhməd ibn Osman Zəhəbi İmam Zəhəbinin kitabı Əl-Cüz-i Sani 2-ci cüz Şuayb-ül Arnautun təhqiqi ilə deməli Əbu Hüreyrənin tərcüme halı indi hədisə diqqət edin. Abdullah ibn Ömər nə deyirdi? Əbu Hüreyrə yalan. İndi hədisə diqqət edin. Səid ibn Abdülaziz ən İsmail ibn Ubeydillah عن الصائب بن يزيد سمع عمر يقول لأبي هريرة hemen bu İbn Yezid eşidir Ömer bu kəlmələri deyir. Kimə deyir? Li Əbu Hüreyrə.
Əbu Hüreyrəyə Ömər bu sözləri deyəndə bu şəxs onu neyir? Eşit. Nə deyir? لَتَتْرُكَنَّ الْحَدِيثَ عَنْ رَسُولِ اللّٰهِ sallallahu aleyhi və aleyhi və səlləm. Peyğəmbərdən hədis nəql eləməyi tərk edəcəksən. Lam-lamı təkid. Kəlmədə görürüz neçə təkid var. Lam, lə tətrukənnə. Lam təkiddir. Sonra ikinci təkid ardadır orada. Lamı dedim də öz sözümü özümə niyə qaytardın? Tətrukənnə bir yerdə xeyr. Dedim axı, lam-lamı təkid. Öz sözümü özümə qaytardım. Nun təkid. Axırdan nun təkid, nun təkid iki qismə bölünür. Xəfifəsi var, bir də nəyi var? Səqiləsi var. Burada şiddətli nundur. Ərəb kəlməsində, məsələn, yaqra oxuyur. Yaqra'annə nun təkidi gətirdi, sonra nə olacaq? Yəni mövzuda təkid, artıq qayğı və inayət var. Ömər Əbu Hüreyrəyə deyir, lə tətrukənnə əl-hədisə ən Rəsulillah. Peyğəmbərdən hədis nəql eləmək neynirsən? Tərk eləyəcəksən. Yaxşı, tərk eləməsə nə olacaq? Çünki görən nə olacaq? Səbr eləyir. Əgər tərk eləməmiş olsun, əv ləulhiqənnəkə bi-ərdi Davus. Əgər tərk eləməsin, səni hara göndərəcəm? Davus. Davus, Əbu Hüreyrənin doğulduğu yer. Vətəni var. Ya hədisi tərk eləyirsən Peyğəmbərdən, ya da ki göndərirəm səni doğulduğun yerə. Və qalə li Kə'b. Bu sözü fəqət Əbu Hüreyrəyə demir. Əbu Hüreyrə kimi onun qardaşı Kə'bul Əhbar. Eyni Əbu Hüreyrə kimi hədisinin sayı çox, pul versin səninlədir, verməsin səninlədir, yalan da ki ovucunun içində. Ömər Əbu Hüreyrəyə də deyir, Kə'bul Əhbara da, Kə'bul Əhbara nədir? Lətətrükənnəl hədis. Peyğəmbərin adından hədis deməyi tərk edirsən. Eləməsən olacaq, əv ləulhiqənnəkə bi-ardil qirədə. Qirədə neyin cəmidir? Qird. Qird nədir? Meymun. Meymunlar torpağına göndərəcəm səni. İndi o haradadır? Vaxt olmadı araşdırım ki o meymunlar torpağı haradadır. İndi diqqət edin. Ola. Bu hədis səhihdir ya, diqqət edin. Kitabı araşdıran şəxs kim idi? Şüeybul Arnaud. Əlbani kimi bir adamdır. Eyni səviyyədə. Hətta bəziləri Şüeybul Arnaud'u ondan yuxarı tutur. Hələ mən deyirəm bərabərdir. Buyurur, və həzə isnadun sahih. Bu kəlamın sənədi nədir? Səhih. İndi mövzəmiz bitdi. Seçim. Gəlin seçim edin. Sual verin. Əbu Hüreyrə ilə Kə'bul Əhbar Peyğəmbərdən hədis nəql eləyirsə və həqiqətən də Peyğəmbərin kəlamını nəql eləyirsə, kiminsə ixtiyarı varmı ki ona desin ki Rəsulullahdan hədis nəql eləmə? Allahın Rəsulunun sözünü demə. İxtiyar var ki Rəsulullahın kəlmələrin yaymıyım. Əbu Hüreyrə neyinir ki? Əbu Hüreyrə Peyğəmbərin hədislərin nəql edir. Əgər həqiqətən də Peyğəmbər kəlamıdırsa, Ömər ixtiyarı yoxdur qadağan eləsin və onu cəzalandırsın. Əgər həqiqətən Peyğəmbər kəlamı deyilsə, deməli və Əbu Hüreyrə neynir? Seçimi elə günən. Deməli, mövzumuzun xülasəsi. Biz şəxs araşdırmadıq, biz öz əqidəmizi araşdırdıq. Allah'a verirəm İzzət Cəlalına xalq. Bu cəmi həqiqətdən uzaq eləməsin. Düzgün, tohid, əqidə sahibi qərar versin. Allah'a verirəm İzzət Cəlalına xalq. Vətənimizi əmin-aman eləsin. Hal-hazırda, Səngərdə, bu soyğun qarşısında əziyyət çəkən qardaşlarımız, balalarımız,
Allah'a and verirəm İzzət Cəlalına xatir. Onların hər birin fərdən salim xanim öz ailəsinə qaytarsın. Allah Teala bu cəmin ruzusun bol eləsin. Xətadan, bəladan hifz eləsin. Allah Teala bu cəmin aqibətin xeyr eləsin. Allah'a and verirəm İzzət Cəlalına xatir. Bu cəmin həyatını və məmatını Muhammed və Ali Muhammeddən qərar versin. Allah'a and verirəm İzzət Cəlalına xatir. 12-ci imamımızı bizdən razı salsın. İmamımızın zuhurunun təcil olması üçün fərəz duasını oxuyağın qürbətən ilallah.